Hörmətli müştərilərimiz, bildiyiniz kimi biz Espanın, İspaniya şirkətinin Azərbaycandakı rəsmi distribyutoruq və əlimizdə Espaya aid bütün modellər, Prizma, Multi və yüksək mərtəbəli binalar üçün VY modellərimiz var idi əlimizdə. Hal-hazırda bu gördükləriniz bizim multi modellərimizdir. Bu multi modellərin içərisindəki kriçatkalar nerj olurdu və VY modellərdə də kriçatkalar nerj olurdu. Lakin onun aşağısının çanaq hissəsi, yəni bax gördüyünüz bu hissə və yuxarıda suyun çıxış hissəsi çuğun olduğu üçün yüngülləri olsa pas vermə ehtimalı var idi. Amma bunun binalara qoymasında heç bir məhdudiyyətimiz yox idi. Lakin bəzi müştərilərimizin tələbi əsasında, istəkləri əsasında bizim artıq yeni VS modellərimiz gəlir. İstəyirəm sizə bu arada məlumat verəm. Gördüyünüz bu iki model, deməli, böyük modelimiz 20 ton, 15 atmosfer saata su vermə gücünə malikdir. Kiçik modelimiz isə 20 ton, 10 atmosfer su vermə gücünə malikdir. Bu nasoslarımızın digər nasoslardan fərqi nədir? Bunlarda aşağısının çanaq hissəsi nerjdir, təmiz nerjdir, paslanmaz nerjdir. Hər ikisində giriş-çıxış 50-dir. Çanaq hissəsini görürsünüz, nerjarikadır. Val nerjdir, difüzorlar və kriçatkalar hamısı nerjarikadan ibarətdir və paslanma ehtimalı yoxdur. İstədiyiniz an, belə deyək, bu gedir pişiqol, yəni hal-hazırda bütün istehsal sahəsində, hətta süddən belə istifadə eləmək olur bu nasosda. Yəni süd istehsalı sahəsində də bu nasosdan istifadə eləmək olur. Heç bir pas sistemi ola bilməz. Su necə daxil olursa, yəni filtrdən keçmiş su necə girirsə nasosa, həmən vəziyyətdə də eyni tərkibdə də nasosdan çıxışımız var. Təmiz nerjdir. Maraqlanmaq istəyənlər, əlaqə saxlamaq istəyənlər, bizim ümumi Espa səhifəmizdə də var məlumatlarımız. Əhməd Əzərli 236 ünvanında yerləşirik. İstədiyiniz an buyurub gəlib maraqlana bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm.